Sancaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət qızı canlı yayım zamanı diqqət çəkən açıqlama verib. O, dəlixanada yatan adama cavab vermirəm sözləri ilə sosial şəbəkədə diqqət çəkib. Həmin görüntüləri təqdim edirik. Bir də dəlixanada yatan adam, dəlli kağızı olana cavab vermirəm. Bir də nə idi ay Allah? Поверните направо. Yox, siz sual verirsiniz ki, məsələn, orada Amerikadan siz söyürlər. Deyirəm ki, məhkumluğu olan, bir də o müəyyən cinsin nümayəndələri olur onlar. Bir də nəyi dedim bayaq, yuxulayan. Nəyə? Çox sağ olun. Həm də beh götürürəm bayaqdan. Vallahi billah. Behi yığıb yığışdırmaq. Behi yığıb yığışdırmaq olur. Hə, necəsən? O bir telefonum işləmədi. Daha doğrusu internetim. O şimdi 11 oktyabr bir yerdəyik. Elə bir yarım saat, bir saat olar. Beh göndərdi. Bizim oktyabrda yaxşıdır. Bir dənə Bəxtiyarı öyrənərsən, görək Bəxtiyar da boşdursa, uşaqlara yazdırırsın. Впереди камера на 60. Çataq. Yaxşı çataq, hə? Hə, kimlərə cavab verirəm, bir daha deyim. Məni kimi ali təhsilli olsun, məni kimi məhkumluğu olmasın, məni kimi akıllı olsun, dəlixanadan dəlli kağızı olmasın. Yəni dəllilərə, dəlli kağızı olana cavab vermirəm. Məhkumluqları olan, özdə nə ilə, şantajla, dələduzluqla, cındır işlərlə, belə məhkumluğu olana mən cavab vermərəm. Sonra kim nə edim mi ondan? Yəni ondan oturub Amerikadan əzinizi yormayın. Yatmışdım, yaxşı yatmışdım. Röya xanım bir də oxusun, sən Allah. Gözəl. Amma keçən dəfə biz burada olanda işləmədi, navigator işləmir. İndi işləyir? Android işləyir də. Android nədir? Android işləmir. qorxdum axı. Ay Allah, qorxdum. Deyirəm, mən odda yanmaz, suda batmazam. 5 ildir deyirəm, hələ sizə çatmayayım. Dostlar, yeni qoşulanlar, toylardayam, yorğunam. Hələ yeni başlayır toylar. Bu yollar bizi yox. Bu gün burada, sabah orada, bir şeyin orada. Gözəl paltarlar. Yeni klipim gəlir. Klipdə biraz düzələsi yerlər var. Onlarla məşğulam. İnternet işləmir. Sağ olsun. Dostum mənə internet yönəltdi. Mənim də interesim. Beeline işləmir. Səndəki işləyir. Interesim. Ona görə də burada yazın görün. Bax, məhkumluğu olmayan adam məni təhqir eləsə yazın başqa uşaq. Məhkumluğu olmayan, dəlixanadan dəlli kağızı olmayan, yəni ağıllı olan. Mən dəlliyə baş qoşmuram, məhkumluğu olana baş qoşmuram. İndi mənə yazırsınız ki, Amerikadan siz söyürlər, kimi söymürlər. Kim pul qazanırsa söyülür dana. Eybi yoxdur, qoy söysünlər, amma mən pul qazanım. Bu da deyək dəl olur. Kart atırlar, kart bizə pul verir. Gəlmişəm, yenə ütülüyüb yığıblar. Demişəm, qırış olsa götürməyəm. Xəbəriniz var $100 qırış olanda bank götürmür. Valla. Ona görə oxuyanda belə sıxırdım pulu. Daha sıxmıram, belə düz qoyuram. Pramoy kaşlıka qoyuram həmən dəqiqə. Через 600 метров поверните направо во двор, а затем поверните направо. Hə,
Onlarda şey olanda, qırış olanda bank gözlərim. Belə çıxır. O kəsə yolu idi, o şey göz verdi. Oradan uzaqdan oynuyordu. Çox sağ olun, nə gözəl sözlər yazırsınız. Поверните Öz направо, həyatımı yaşayıram adamdayım. а затем через 100 метров Oturmuşam Mercedesdə, axranım orada oturub sürücümlə sürür gedirik. Çatdıq. Şəxsə gəldi. Halal olsun, eşq olsun, canlıyam ha. поверните направо, а затем поверните налево. Acından ölürəm. Mədim. Bir dənə qəşəng pomidor yumurta olar. Nə yeyərəm? Ətdən bezdik. Nə qədər ikra yemək olar, nə qədər kabab yemək. Bura saxlayım, bura girib bura. Elə Eşək. Çox uzaq deyil. Bu deyil qapı. Hə. Yaxşı dostlar, içəridən canlı açacağam hələlik. Şey yemək